Euzu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim və bihi nəstəin. Salamlayıram sizi dəyərli izləyicilər. Xoş gördük bir daha sizi Məhərrəm günlərində və ümidvaram ki, verilişimiz sizin üçün faydalı olur. Bugün də digər iki nöqtəni sizin nəzərinizə çatdıracağam. Sualımız bundan ibarət idi ki, Əhl-i Beyt məclisinin, yəni məxsusən İmam Hüseyn məclisinin bizə nə kimi təsirləri olur? Ötən dəfə ədalət barəsində danışdıq ki, İmam Hüseynin bizə verdiyi ən böyük dərslərdən biri Kərbəlada məhz ədalət bəhsi idi ki, zülm qarşısında dayanmağı və ədalətli olmağı bizə öyrədir. Digər nöqtə isə irfan bəhsidir. Yəni mərifət, insanın mərifətini gücləndirir bu məclislər. Bu məclislərdə iştirak etdiyimiz zaman, İmam Hüseynin əzadarlığını saxladığımız zaman sözsüz ki, bildiyimiz qədərilə əksər müsəlmanlar dünyada Aşuranı qeyd edirlər, saxlayırlar və bundan əlavə 10 gün müddətində böyük alimlərimiz, hətta Əhl-i Beyt özü Məhərrəm ayı daxil olandan ta ki Aşuraya qədər xüsusi 10 günlüyü qeyd edirdilər, məclislər təşkil edirdilər və eləcə də bugün dünyada da böyük alimlərimiz və bütün Əhl-i Beyt sevərlər hamısı məhz bu günləri məclislər təşkil edirlər, əzadarlıqlar təşkil edirlər və xeymələr qururlar. Allah hamısına müvəffəqiyyət versin. Biz də Allahdan diləyirik ki, hər kim bu yolda xidmət göstərirsə, inşallah ki, Allah ona nəzər etsin və müvəffəq etsin. Amma bəhsimizdə irfan bəhsi var, yəni mərifət bəhsi var ki, məclislərdə iştirak etmək özü səbəb olur ki, istər dua, istər roizə və məddahlıqlar ki var, mərsiyələr ki var, biz onları diləyirik, istər moizələr olsun, bütün bunlar hamısı bizim mərifətimizə nələrsə bir qatqıda olur. Və mərifət dedikdə nə başa düşülür? Ümumiyyətlə, yəni Ziyarət-i Aşuranın özünün tərcüməsinə əgər biz diqqət yetirsək, orada yəni İmam Hüseynə olan müsibəti çatdırır bizə. Hətta o müsibətin baş verməsini və orada düşmənlərin adını çəkir, Əhl-i Beytə zülm edən şəxslərin adını çəkir, salam göndərir İmam Hüseynə. Sanki bizə mərhələ-mərhələ mərifət verir. Yəni çatdırır ki, düşmən kim idi, İmam Hüseynə qarşı necə münasibət bəslədilər. Bütün bunların hamısını bizə dualarda çatdırır və eyni zamanda biz moizələri dinlədiyimiz zaman bu məclislərdə qəlbimiz oyanır və mərifət əldə edirik. Daha gözəl surətdə başa düşürük ki, Əhl-i Beyt kim idi və onlara necə məhəbbət bəsləmək lazımdır, hansı əməlləri etmək lazımdır ki, biz onlara yaxınlaşaq. Və bundan əlavə hətta rovzələrin və mərsiyələrin şeirlərinə diqqət yetirdiyimiz zaman, məsələn, çox məşhur bir mərsiyə var ki, İmam Hüseynin dilindən qədim zamandan bu mərsiyəni oxuyurdular ki, məsələn, qoyun qılım namazımı, sonra kəsin boğazımı. Burada nəyi çatdırır? İmamın son anlarda namaza verdiyi əhəmiyyəti, dəyəri çatdırır bizə. Və daha sonra sanki bizə çatdırır ki, ey düşmən, imam sanki deyir ki, mənə möhlət ver ki, mən vacibatımı yerinə yetirim, ondan sonra sən mənə həmlə elə. Bu özü bizə şuuraltı çatdırır ki, namaz nə qədər əhəmiyyətlidir. Yəni, hansı yandan, hansı nöqteyi nəzərdən biz yanaşsaq, görəcəyik ki, bu məclislərdə istər duası olsun, istər mərsiyəsi olsun, istər hədis və ayələrin zikr olunması olsun, bunlar hamısı bizə mərifət verir və mərifətli surətdə insanın istər ibadət etməsi, istər kimisə sevməsi, məhəbbət bəsləməsi və əməl etməsi daha üstündür, nəinki insanın avam şəkildə hər hansı bir işi görməsi. Və digər nöqtə isə məhz hisslərin, emosiyaların güclənməsi məsələsidir. Baxın, hər hansı bir hadisələr bizim həyatda başımıza gələ bilər. Bəzi insanlar var ki, Allahın yəni bizə verdiyi həyatda hansısa bir hadisələr, təbii hadisələr baş verir və Allahın izni ilə müsibətlər gəlir bizim başımıza. Bəzən olur ki, hər hansı bir şəxs məsələn öz övladını əldən verir, əzizini əldən verir, yaxınlarını əldən verir. Bu zaman insan emosional olur, yəni hissləri ona qələbə çalır. Bu hissləri normaya salmaq üçün, tərbiyələndirmək üçün bizə hər hansı bir ətrafdan müdaxilələr olur. Bunların içərisində ən yaxşı müdaxilə mən deyərdim ki, məsələ
Əhl-i Beytin həyatını insanlara xatırlatmaqdır. Əhl-i Beyt məclisləri, İmam Hüseyn məclisləri məhz bu işi görür. Yəni o insanlar ki, toplaşırlar, dəstə-dəstə məclislərə gedirlər, əzadarlıq saxlayırlar, öz dərdlərini, öz qəmlərini unudurlar. Peyğəmbərin övladına, Peyğəmbərin balasına yas saxlamaqla sanki onların emosiyaları tərbiyələnir, hissləri tərbiyələnir və normaya düşür. Başa düşürlər ki, bu dünyada bir tək müsibət görən onlar deyil idi. Dünyada çox üstün bir şəxslər olub ki, məsum olduqları halda, ismət məqamında olduqları halda yenə də onlar da müsibət yaşayıblar və eyni gündə xanım Zeynəbin həm öz övladlarını itirməsi, həm qardaşlarını, qardaşı balalarını, körpə uşaqları əldən vermələri, şəhadətə yetməsi və xanım Zeynəbin bunu Təlli Zeynəbiyyədən izləməsi, müəyyən bir hündürlükdən, bir təpədən izləməsi özü bunu göstərir ki, yəni bu xanım nə qədər güclü bir emosiyalara malik idi. Yəni güclü bir ağla, düşüncəyə malik idi və özünü necə idarə edirdisə, biz də başımıza hər hansı bir müsibətlər gələndə bunları xatırlamaqla özümüzü idarə edirik. Və bu hadisələrdən əlavə, yəni Əhl-i Beyt özü buyurub ki, hər kəsin başına müsibət gəlsə, əgər göz yaşları yəni cərəyan etsə, İmam Hüseynin müsibətinə ağlasın. Yəni öz müsibətini unudub İmam Hüseynin müsibətinə əgər göz yaşı axıdarsa, onun müsibəti bais olar ki, qəmlər qəlbindən uzaqlaşsın. Baxın, hər bir kəs ki, bu məclislərdə iştirak edibdi, özü bəlkə də bunu dəfələrlə təcrübə edib və hiss edibdi özündə ki, biz bəzən çox ağır yüklərlə, qəmli, qüssəli şəkildə, hər hansı bir problemlərlə, yəni zehnimizdə, çiynimizdə hər hansı bir problemlərlə bu məclisə daxil olmuşuq. Və məclisdə İmam Hüseynin müsibətinə ağlamaqla sanki yüngülləşmiş formada oradan uzaqlaşmışıq. Göz yaşı məxsusən İmam Hüseyn üçün axıdılan göz yaşı, Əhl-i Beyt üçün axıdılan göz yaşı və yaxud da Allaha ibadət edərkən axıdılan göz yaşı bais olur ki, insanın qəlbi dirilsin, insanın qəlbi oyansın və bu oyanış da onun yüngülləşməsinə səbəb olur. Ruhunun dirçəlməsinə və qüvvətlənməsinə səbəb olur ki, bu da bizim hisslərimizin güclənməsinə gətirib çıxarır. Hadisələr qarşısında, başımıza gələn müsibətlər qarşısında daha güclü olmağı bizə öyrədir. Bəs deməli, biz 10 nöqtə saydıq ki, bu 10 nöqtə qaçılmazdır. Yəni bu məclislərin bizim üzərimizdəki təsiri qaçılmazdır. O yüzdən də mən deyərdim ki, heç vaxt Əhl-i Beyt məclisində, İmam Hüseyn məclisində biz insanların zahirinə baxıb qəzavət etməyək, düşünməyək ki, belə düşünməyək ki, bura ancaq mömin, ancaq hər bir işi yerində olan şəxslər gələ bilər. Xeyr, bu məclisə öz nöqsanlarını görən, bilən hər bir şəxs üçün bu məclislərin qapısı açıqdır və əzadarlıqlarda özünü yetişdirmək üçün fürsət var, tövbə etmək üçün fürsət var ki, mən istəyirəm ki, inşallah ki, gələn bəhsimizdə biz məhz Məhərrəm ayında tövbə bəhsi barəsində danışaq. Çünki bu 10 nöqtə ki, biz qeyd edirdik, sanki o bizi hazırlaşdırır ki, artıq tövbə edək bu məclislərdə, bu Məhərrəm Səfər ayında öz fürsətimizdən yaxşı surətdə istifadə edək. Çünki İmam Hüseyn həqiqətən də hidayət çırağıdır və nicat gəmisidir və bizi məqsədə daha tez və sürətli şəkildə çatdırmağa qüdrəti və gücü var. Bu özü böyük bir nemətdir. İnşallah ki, bu Məhərrəm ayı və bu ayda olan məclislərin qədrini mütləq və mütləq bilək. İnşallah ki, gələn dəfə tövbə barəsində də sizə bir neçə nöqtəni çatdıracağam ki, Allahın izni ilə bizə nəsib olsun ki, bu məclislərdə elə tövbə edək günahlardan, özümüzü İmam Hüseynin nicat gəmisinə yetişdirək inşallah. Allahdan diləyirəm ki, əzadarlıqlarınızı, ehsanlarınızı, niyyətlərinizi ən ali surətdə qəbul etsin inşallah. Sağ olun, salamat qalın.